Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu dalğa optikası bölməsindən işığın dispersiyasına aid olan testlərin izahından ibarət olacaq. Keçək əvvəlcə mövzumuzun izahı ilə tanış olaq. Dispersiya maddənin sındırma əmsalının tezlikdən və ya dalğa uzunluğunun asılı olmasıdır. Bu hadisə işığın maddədə yayılma sürətinin tezlikdən asılılığı ilə əlaqədardır. Sonra işıq mühitə daxil olduqda müxtəlif rənglər, yəni fərqli bucaqlar altında sınır və nəticədə ağ işıq rəngli spektra ayrılır. Deməli, baxın, burada şəkildə 3 üzlü prizma göstərilmişdir. 3 üzlü prizmanın üzərinə ağ işıq şüası düşür və işıq şüası prizma üzərinə düşdükdə 2 dəfə sınmaya məruz qalır. Bir havadan prizma daxilinə keçdikdə sınır və bir də prizmadan havaya keçdikdə sınır. Əgər prizma olmasaydı, işıq şüası öz düz xətli yayılma istiqamətini davam etdirib spektrada ayrılmazdı. Bu zaman onu prizmadan havaya çıxan zaman rəngli spektra ayrılır. Və həmin rənglər də nədən? 7 rəngdən ibarətdir. 7 rəng deməli qırmızıdan başlayıb qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi rənglərə ayrılır. Deməli, meyl bucağı əvvəlki yayılma istiqamətinə əsasən meyl bucağı ən kiçik olan burada qırmızı, meyl bucağı ən böyük olan nədir? Bənövşəyidir. Buradan nəticə olaraq müəyyən olunur ki, ağ işıq mürəkkəb işıqdır, yəni o tərkibə malikdir, 7 rəngdən ibarətdir. Amma digər işıqların da tərkibini öyrənmək üçün o zaman prizmanın üzərindən qırmızı rəngli işıq şüası düşür. Şüa prizmaya düşdükdə yenə ağ işıq kimi 2 dəfə sınmaya məruz qalır, amma prizmadan havaya keçən zaman artıq spektra ayrılmır, yalnız öz rəngi ilə prizmanı tərk edir. Bu isə onu göstərir ki, istər qırmızı, istər narıncı, yəni digər rənglər hər biri monoxromatik işıqdır, yəni mürəkkəb tərkibə malik deyil, tək rəngdən ibarətdirlər. İşığın dispersiya hadisəsi ilk dəfə Newton tərəfindən tədqiq edilmişdir. Yəni o müəyyən etmişdir ki, ağ işıq mühitdən keçərkən tərkib hissəsinə ayrılır. Çünki hər bir rəngin yayılma sürəti və sındırma əmsalı fərqlidir. Sürət fərqi, məsələn, vakuumda bütün işıq şüaları eyni sürətlə yayılsalar da, şəffaf mühitdə bənövşəyi işıq ən çox, qırmızı rəngli işıq isə ən az ləngiyir. Yəni qırmızının sürəti böyük, bənövşənin sürəti isə nədir? Kiçikdir. Sonra sınma dərəcəsinə görə fərqlənirlər. Ən az sınmaya qırmızı işıq şüası, ən çox sınmaya isə bənövşəyi işıq şüası məruz qalır. Baxın, burada yenə rənglərin ardıcıllıqla qeyd etmişəm. Rənglərin bir-birindən fərqi nədir? Baxaq, deməli qırmızının dalğa uzunluğu, yəni maddədə dalğa uzunluğu və sürəti böyük, tezliyi, sındırma əmsalı, enerji isə nədir? Kiçikdir. Yuxarıdan aşağıya düşdükcə isə artıq kəmiyyətlər qiymətini dəyişir. Məsələn, dalğa uzunluğu ilə sürətin qiyməti kiçilir, digər kəmiyyətlərin qiyməti isə böyüyür. Yəni artıq bunlar da bizdə testlərdə soruşulacaq. İndi isə keçək testlərimizin izahına, baxaq bir nömrəli testimizə. Ümumiyyətlə, həm də qeyd etmək istərdim ki, deməli, işığın dalğa təbiətli olduğunu təsdiq edən hadisələrdən də biri işığın dispersiyasıdır. Dalğa uzunluğu 3,2 metr olan dalğanın eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə nə qədərdir? Ümumiyyətlə, mexaniki dalğalardan da bilirik ki, eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə ilə dalğa uzunluğuna bərabərdir. Dalğa uzunluğunu da burada bizə 3,2 verib, elə cavab nə olacaq? 3,2 metr. Sonra 2. İşıq bir mühitdən başqa mühitə keçdikdə sürəti 3 dəfə artırsa tezliyi necə dəyişir? Yenə yadımıza salırıq ki, işıq dalğadır. Deməli, işıq dalğadır. İşıq dalğadırsa, əvvəldən də, yəni mexaniki dalğaları keçəndə də elə qeyd etmişdik, eyni ilə elektromaqnit dalğalarını da. Deməli, dalğa bir mühitdən digər mühitə keçəndə tezliyi və periodu dəyişmir, yəni bu kəmiyyətlər sabit qalır. Sürəti və dalğa uzunluğu isə bir-biri ilə düz mütənasib olaraq hər iki kəmiyyətin qiyməti nə edəcək? Dəyişəcək. Burada isə bizdən tezliyi soruşduğuna görə doğru cavabımız olacaq. Hansı variant? Doğru cavabımız olacaq Y variantı. Baxaq digər testə. Digər testə ilə oxşar tipli testi. Məsələn, 3 nömrəli testdə işıq bir mühitdən başqa mühitə keçəndə sürəti 2 dəfə azalarsa, tezliyi nə etməyəcək? Tezliyi dəyişməyəcək. Sonra 4 nömrəli testdə isə qırmızı qərənfilə yaşıl şüşədən baxdıqda o necə görünər? İndi diqqətlə baxaq. Yəni təsəvvür edək ki, məsələn, burada qırmızı qərənfil var.
Qırmızı qərənfil. Və qırmızı qərənfilin qarşısına burada yaşıl şüşə qoyulub. Baxın, yaşıl bir şüşədir. Burada yaşıl şüşə filtr rolunu oynayır, yəni süzgəc rolunu oynayır. Digər tərəfdə isə, burada isə müşahidəçidir. Deməli, yaşıl şüşədən qırmızı qərənfilə baxır. Bilirik ki, biz cisimlərin rənglərinin görməyimizin səbəbi həmin cisimlər üzərinə düşən ağ işıq şüasını nədir? Şüanı əks etdirir. Bəs şüanı nə cür əks etdirir? Qeyd edək ki, məsələn, burada qırmızı qərənfilin üzərinə ağ işıq şüası düşür. Baxın, ağ işıq şüası düşdü, yəni günəş şüası düşür. Həmin şüanın tərkibi də 7 rəngdən ibarətdir. Qırmızı qərənfil isə həmin şüalardan yalnız özünün rənginin qırmızını əks etdirir və bu zaman qırmızı qərənfildən yaşıl şüşənin üzərinə qırmızı işıq şüası düşür. Burada şüşə də yaşıl rəngdə olduğuna görə yaşıl rəngdə yalnız öz rəngini əks etdirə bilir. Yəni yaşıl yalnız yaşılı əks etdirəcəkdir. Qırmızını əks etdirə bilmədiyindən bu zaman müşahidəçi qərənfili qara rəngdə görəcək. Ona görə cavabımız olacaq hansı variant? Cavabımız olacaq D variantı. Baxaq digər testdə isə 5 nömrəli testdə. Deməli, 5 nömrəli testdə monoxromatik işıq şüaları. Monoxromatik işıq şüası dedik ki, tək rəngdən ibarət olan işıq şüaları birinci mühitdən ikinci mühitə keçdikdə dalğa uzunluğu 0,6-dan 0,4 mikrometrə qədər azaldı. Deməli, birinci mühitdə dalğa uzunluğunu 0,6 mikrometr verib, ikinci mühitdə isə dalğa uzunluğunu bizə 0,4 mikrometr verib. Və dalğa uzunluğu da azalıb. İndi deyir ki, ikinci mühitin birinci mühitə nəzərən nisbi sındırma əmsalını hesablayın. Qeyd edək ki, dalğa uzunluğu sındırma əmsalı ilə tərs mütənasibdir. İndi burada deyir ki, ikincinin birinciyə nəzərən, yəni N2 bölünsün N1 bərabərdir. Lambda 2 bölünsün, lambda 1 bölünsün, nə yazırıq? Lambda 2, çünki tərs mütənasibdir. Lambda 1 0,6-dır. 0,6-nı bölürük 0,4-ə, surətə və məxrəci ona vurub 2 xsar aparsaq, yəni 6 bölü 4 neçə alırıq? Alırıq 1/5. Deməli, 5 nömrəli testdə doğru cavabımız olacaq Y variantı. Sonra 6 nömrəli test düsturla bağlı bir testdir. Və düsturda bizdən nə tələb olunur? Sındırma əmsalı N olan mühitdən işığın dalğa uzunluğu hansı ifadə ilə təyin olur? Deməli, bizdən soruşur mühitdə işığın dalğa uzunluğu. Mühitdə işığın dalğa uzunluğu onun vakuumdakı dalğa uzunluğunun mühitin sındırma əmsalına olan nisbətidir. B variantı. Sonra mühitin sındırma əmsalı. Baxın, elə həmin düsturdan baxın. Mühitin sındırma əmsalını tapsaq, onda alırıq ki, lambda 0 bölünsün, lambda doğru cavabımız olacaq. C variantı. Sonra mütləq sındırma əmsalının işığın tezliyindən asılı. Qeyd etdik ki, mütləq sındırma əmsalının işığın tezliyindən asılığı adlanır. İşığın dispersiyası. İndi mütləq sındırma əmsalının işığın dalğa uzunluğundan deyil, asıllığı nə adlanır? İşığın dispersiyası. Yəni qeyd etdik ki, dispersiya mühitin sındırma əmsalının tezlikdən və ya dalğa uzunluğundan nədir? Asıllığıdır. Sonra 10 nömrəli testdə işıq, deməli, hansı rəngli işıq dalğası üçün mühitin sındırma əmsalı ən kiçikdir? Qaydanı yadımıza salırıq. Deməli, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, nədir? Bənövşəyi. İndi bizə deyir ki, sındırma əmsalı ən kiçik olmalıdır. Sındırma əmsalı kiçik olması üçün bu rənglərin dalğa uzunluğu böyük olmalıdır. Deməli, lambda nə olmalıdır? Böyük olmalıdır. Dalğa uzunluğu böyük olanda hansı rəng idi? Məsələn, qırmızı rəng, qırmızı rəngində burada keçir. Məsələn, qırmızı olmasaydı narıncını götürməlidir. Məsələn, narıncı yoxdursa, onda sarını götürməlidir. Sonra hansı rəngli işıq dalğası üçün şüşənin sındırma əmsalı ən böyük? İndi deyir ki, əmsal böyük olmalıdır. Əmsal böyükdürsə, dalğa uzunluğu və sürət kiçik olmalıdır. Dalğa uzunluğu və sürət kiçik olan, məsələn, götürməli ki, bənövşəyini. Və bənövşəyi də variantda olduğuna görə bənövşəyini seçirik. Əgər bənövşəyi olmasaydı, onda biz variantda əgər göy rəng varsa, həmin göy rəngi seçə bilərdik. 12 nömrəli testdə işıq bir mühitdən digər mühitə keçdikdə dalğa uzunluğu 3 dəfə azalırsa, qeyd etdik ki, İşıq mühiti dəyişdikdə onun tezliyi dəyişmir. Dəyişən burada sürət və dalğa uzunluğudur. Sonra dalğa uzunluğu 3,6 metr olan eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə elə nəyə bərabərdir? Dalğa uzunluğunun özünə. Cavabımız olacaq 3,6.
14 nömrəli testdə prizma üzərinə ağ işıq düşüb 7 rəngə ayrılır və bizdən nə soruşur? Narıncı rəng işıq şüası hansıdır? Bunun üçün yenə qeyd edirəm ki, uşaqlar ardıcıllığı bilməniz vacibdir. Deməli, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy nədir? Bənövşəyi. İndi qırmızıdan sonra hansı rəng gəlir? Narıncı rəng gəlir. Narıncı rəngdə burada hansı rəqəmlə göstərilmişdir? 1 rəqəmi ilə göstərilmişdir. Deməli, 14 nömrəli testdə cavabımız olacaq D variantı. 15, 16, 17 eyni tipli, yəni oxşar tipli testlərdir. Gəlin baxaq bizdən nə soruşur. Deməli, ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüaların 4'ü göstərilmişdir. Hansı şüaya uyğun dalğa uzunluğu ən kiçikdir? Qeyd etdik ki, yuxarıdan aşağıya düşdükcə, yəni meyl bucağı artdıkça dalğa uzunluğunun qiyməti kiçilir. Ona görə biz hansı rəqəmi seçirik? 4'ü seçirik. Məsələn, burada isədir ki, hansı şüaya uyğun dalğa uzunluğu ən böyükdür? Qeyd etdik ki, aşağıya düşdükcə dalğa uzunluğu kiçilir. Deməli, yuxarıdakı da dalğa uzunluğunun qiyməti böyükdür. Burada da ən böyük nə götürüb? 1'i. Məsələn, buna qırmızı deyə bilərik. Sonra enerji ən kiçikdir. Enerji ən kiçiksə, dalğa uzunluğu böyük olanın enerjisi ən kiçikdir. Məsələn, biz indi kvant fizikasında enerji keçəcək. Enerji bərabərdir HC bölünsün nədir? Lambda. Enerji burada dalğa uzunluğu ilə nədir? Tərs mütənasibdir. Dalğa uzunluğu kiçikdirsə, dalğa uzunluğu böyükdürsə, deməli enerjisi nə olacaq? Kiçik olacaq. Ona görə də 17 nömrəli testdə kvantın enerjisi ən kiçik deyəndə, baxın, yuxarıdakı rəngi götürürük. Həmin rəngə uyğun da qiymətini ilə verib 1 nömrə ilə işarələnmişdir. Məsələn, bu qırmızı rəngdə ola bilərdi. Sonra növbəti səhifəmizdə də 18 nömrəli testdə oxşar tipli testdir. Həmin testdə də deməli, ağ işıq şüası şüşə prizmadan keçərək rənglərə, spektra ayrılmışdı. Deməli, burada 4'ü göstərilmişdi. Həmin rəngli şüalardan 4'ü göstərilmişdi. Və hansı şüaya uyğun kvantın enerjisi ən böyükdür? Qeyd etdik ki, yuxarıdan aşağı düşdükcə, yəni meyl bucağı böyüdükcə həmin şüaya uyğun kvantın enerjisi ən böyük olacaq. Burada da hansı rəqəmi seçirik? 4 rəqəmini. Sonra vakuumda yayılan işığın dalğa uzunluğu 2 dəfə artdıqda yayılma sürəti necə dəyişər? Qeyd etdik ki, vakuumda bütün deməli dalğaların işıq dalğasının sürəti ilə işığın sürəti, yəni C bərabərdir 3 vurulsun 10⁸ olub. Dalğa uzunluğu artsa da, azalsa da onun qiyməti dəyişməyəcək. 19 nömrəli testdə olacaq B variantı. 20 nömrəli testdə də yenə prizmalar göstərilmişdir. Baxın, 20, 21, 22 ağ işıq şüası şüşə prizmadan keçdikdə deməli, rəngli şüalar ayrılır, yəni spektra ayrılır. Onlardan 4'ü göstərilmişdir. Hansının sındırma əmsalı ən kiçikdir? Deməli, sındırma əmsalı ən kiçik. Meyl bucağı elə ən kiçik olanı seçməlisiniz. Meyl bucağı ən kiçik olan burada hansı rəngdir? Birinci rəng, yəni qırmızı rəng. Burada da cavabımız olacaq B variantı. Digərində isə deyir ki, sındırma əmsalı ən böyükdür. Sındırma əmsalı ən böyükdürsə, dalğa uzunluğu kiçik olmalıdır. Dalğa uzunluğu kiçik olan bura 4'cü rəngə uyğundur. Onu məsələn biz bənövşəyi rəng kimi də deyə bilərik. Və yaxud da ki, məsələn bunlara rəngləri yazsa qırmızı, narıncı, sarı, yaşıl. Məsələn, yaşıl rəngin dalğa uzunluğu ilə qırmızıya uyğun dalğa uzunluğu məsələn daha kiçikdir. Deməli, yaşılın dalğa uzunluğu kiçikdirsə, onun onda sındırma əmsalı nədir? Böyükdür. 22 nömrəli testdə də eyni ilə spektr verilib, yəni rənglər verilmişdir. Spektrın hansı hissəsi qırmızı rəngə aid ola bilər? Deməli, birinci. Çünki qırmızıdan başlayıb bənövşəyidə nə edir? Bitir. Məsələn, spektrın hansı hissəsi bənövşəyi rəngi ola bilər? Oturacağa, yəni prizmanın oturacağına daha yaxın olan hansı rəngdir? Bənövşəyi rəng. Məsələn, burada da onu biz 5 rəqəmi olaraq götürə bilərik. Monoxromatik işıq havadan şüşəyə keçərkən işığın dalğa uzunluğu. Baxın, monoxromatik işıq havadan şüşəyə keçərkən havada ən böyükdür sürəti. Məsələn, havanın sındırma əmsalı 1'dir, şüşənin sındırma əmsalı 2'dir. Deməli, havadan şüşəyə keçər zaman dalğa uzunluğu azalacaq. Neçə dəfə azalacaq? Yazırıq, lambda bərabərdir. Lambda 0 onun havadakı dalğa uzunluğu bölünsün L nədir? Şüşə.
2 dəfə azalacaq. 2 dəfə azalma da 50% azalma deməkdir. Aydın oldu. Sonra isə baxırıq nəyə? 25 nömrəli testdən. 25 nömrəli testdən deməli uzunluğu 30 nanometr olan, gəlin onu burada qeyd edək. Deməli dalğa uzunluğu lambda bərabərdir 300 nanometr. 300 nanometr. Sonra işıq dalğasının iki nöqtə arasındakı məsafə, yəni delta D bərabərdir 50 nanometr. Buraya yazaq 50 nanometr. Baxaq bizdən nə soruşur? Deməli, həmin nöqtələr arasındakı fazalar fərqini hesablayın. Bunun üçün fazalar fərqinin düsturundan istifadə edəcək. Yəni, delta fi bərabərdir suala. Fazalar fərqinin düsturu delta fi bərabərdir 2 pi vurulsun delta D bölünsün lambda. Və buradan qiymətləri yerinə qoymaqla faza fərqini hesablaya bilərik. 2 pi vurulsun. Deməli, məsafə 50 nanometrdir. Çevirmə aparmırıq, çünki hər ikisində nanoları var. Bölünsün neçə? Bölünsün 300. 50 ilə 300-ü qısar aparsaq 6 qalır. 2 ilə də 6-nı qısar aparsaq qalır. Pi bölünsün 3. Doğru cavabımız olacaq hansı variant? D variantı. Eyni ilə 26 nömrəli testdə oxşar tipli testi. Burada isə iki nöqtə arasındakı məsafə soruşur. Məsələn, dalğa uzunluğunu 400 nanometr verib, faza fərqini delta fi'ni pi bölü 2 verib. İndi faza fərqinin düsturundan iki nöqtə arasındakı məsafəni tapacaqsa delta pi delta D bölünsün lambda. Buradan delta D'ni tapsaz tənasüblə, deməli faza fərqini dalğa uzunluğuna vurub 2 pi'yə nə edəcəksiniz? 2 pi'yə böləcəksiniz. Buradan da faza fərqini verib pi bölü 2. Yazaq pi, 2-ni elə ataq məxrəcə. Burada 2 pi var. Dalğa uzunluğu da 400 nanometrdir. Yəni 400 vurulsun, 10 üstü mənfi 9 metr. Pi'lər iqtisar getdi, 2 vur 2 4'dür. Burada 100 qaldı. Biz burada alırıq ki delta D vurulsun, 10 üstü mənfi 7 metr. İndi onu da mikroya keçir. Bilirik ki mikro 10 üstü mənfi 6'dır. Ümumiyyətlə, məsələnin sonunda cavabı əmsala keçmək üçün cavabı həmin əmsalın qiymətinə bölməliyik. 10 üstü mənfi 7-ni 10 üstü mənfi 6-ya böləndə orada bir 10 üstü mənfi 1'imiz qalır. O da olacaq 0,1 mikrometr. Və doğru cavabımız olacaq Y variantı. Sonra 27 nömrəli testdə İşıq bir mühitdən digərinə keçəndə dalğa uzunluğu 1,2 dəfə azalır. Dalğa uzunluğu azalırsa sürəti də azalır. Niyə görə? Çünki dedik ki V bərabərdir lambda növ düsturla əsaslandırırıq. İşıq mühiti dəyişdikdə tezliyi dəyişmir. Dalğa uzunluğu azaldı. Dalğa uzunluğu azalanda sürətin qiyməti də azalmalıdır. Yəni 3 kəmiyyət var. 3 kəmiyyətdən biri sabit qalıb. Məsələn, biri dəyişirsə, digər kəmiyyət də dəyişməlidir ki, məsələn, tezlik burada nə qalsın? Sabit qalsın. Cavab olacaq 1,9 dəfə azalar. Sonra 28 nömrəli testdə monoxromatik işıq mütləq sındırma əmsalı 1,8 olan mühitdən, gəl bunu yazırıq. M1 bərabərdir 1,8 mühit. Sındırma əmsalının vahidi yoxdur. Sındırma əmsalı 2 olan mühitə keçir. Deməli, sındırma əmsalı kiçikdən böyüyə keçir. Burada dalğa uzunluğu kiçiləcək. Sonra işığın ikinci mühitdə dalğa uzunluğu, yəni lambda 2 bərabərdir 3,6 vurulsun 10 üstü mənfi 7 metrdir. Deyir ki, birinci mühitdəki dalğa uzunluğunu tap. Qeyd etdim ki, dalğa uzunluğu sındırma əmsalı ilə, yəni tərs mütənasibdir. Tənasüb qursaq, yəni lambda 1 bölünsün lambda 2 bərabərdir. N2 bölünsün nə yazırıq? N2 bölünsün M1. Buradan birinci mühitdəki dalğa uzunluğunu tapacaqsınız. Yəni lambda 2 vurulsun N2 bölünsün nə yazırıq? Bölünsün M1. Qiymətləri yerinə yazsaq 3,6 vurulsun 10 üstü mənfi 7. N2'nin qiymətini 2 verib. M1'i də bizə 1,8 verib. 1,8 ilə 3,6 iqtisar getsə burada qalacaq 2. 2 vur 2 də alırıq 4. Alırıq biz B variantı. Yəni 4 vurulsun 10 üstü mənfi neçə alırıq? 10 üstü mənfi 7. 29 nömrəli testdə oxşar tipli testi. İndi dedik ki, yenə birinci mühitdəki dalğa uzunluğunu soruşur. Burada sadəcə fərqlilik nədir? Deyir ki, ikinci şəffaf mühitin birinci şəffaf mühitə nisbətən sındırma əmsalıdır. Burada isə, yəni 28 nömrəli testdə hər bir mühitin sındırma əmsalını vermişdi. Amma indi deyir ki,
ikinci mühitin birinci mühitə nisbətən, yəni N2 bölünsün N1 nisbət verib bizə, verib 0,8. İşığın ikinci mühitdə dalğa uzunluğu lambda 2 bərabər də 6 vurulsun 10 üstü mənfi 7 metrdir. İşığın birinci mühitdəki dalğa uzunluğunu soruşur. Burada lambda 1. Deməli, lambda 1 bölünsün lambda 2 bərabərdir, tərs mütənasibdir. N2 bölünsün nə yazırıq? N1. Burada lambda 1'i tapırıq. Lambda 1 bərabərdir. Lambda 2 vurulsun N2 bölünsün nə yazırıq? N1. Və qiymətləri yerinə qoymaqla məsələmizi həll edə bilərik. 6 vurulsun 10 üstü mənfi 7 əmsal ilə qalacaq. N2 burada. Baxın, N2 böl N1 nisbətin. Bizə N2 böl N1 nisbətin neçə verib? Elə 0,8. Buraya ilə birbaşa yazırıq 0,8. 6'nı 0,8'e vuranda alırsınız. 4,8 vur 10 üstü mənfi 7. Sonra 30 nömrəli testdə işıq optik sıxlığı az olan mühitdən. Optik sıxlığı az olan mühit deyəndə burada mühitin sındırma əmsalı nəzərdə tutulur. Yəni sındırma əmsalı kiçik olan mühitdən, optik sıxlığı böyük olan mühitə keçir. Yəni ikinci mühitin sındırma əmsalı böyükdür. Optik sıxlığı böyük olan mühitə keçdikdə tezliyi və dalga uzunluğu necə dəyişir? Qeyd etdik ki, işıq mühiti dəyişdikdə onun tezliyi dəyişməyəcək. Tezlik burada sabit qalır. Dalga uzunluğu da sındırma əmsalı ilə tərs mütənasib olduğuna görə kiçik mühitdən əmsalı, yəni optik sıxlığı kiçik olan mühitdən böyük olan mühitə keçəndə, yəni N'in qiyməti artır. N'in qiyməti artanda dalga uzunluğunun qiyməti azalır. Baxırıq. Deməli, tezliyi dəyişmir, dalga uzunluğu azalır. Doğru cavabımız C variantı. Sonra 31 nömrəli testdə işıq optik sıxlığı az olan mühitdən, yəni N kiçik olan mühitdən, optik sıxlığı kiçik olan mühitdən, optik sıxlığı, yəni N'i ikinci mühit, N'i böyük olan mühitə keçir. Böyük olan mühitə keçdikdə tezliyi və sürəti necə dəyişir? Eyni ilə tezlik dəyişməz. Sürət də dalga uzunluğu kimi mühitin sındırma əmsalı ilə tərs mütənasibdir. Dalga uzunluğu sındırma əmsalı artır, çünki kiçikdən böyüyə keçir. Əmsal artır, əmsal artanda sürətin qiyməti azalacaq. Cavabımız olacaq dəyişmir, azalar. Deməli 31 nömrəli testdə doğru cavabımız olacaq Y variantı. 32 nömrəli testə baxaq. 32 nömrəli test qrafiklə bağlı bir testdir. Deməli, qrafik nədən ibarətdir? Dalga uzunluğunun sındırma əmsalından asılı. Qeyd etdik ki, dalga uzunluğu sındırma əmsalı tərs mütənasibdir. Doğru cavabımız olacaq A variantı. Növbəti səhifəmizdə də 33 nömrəli testdə də işığın sürətinin yayıldığı mühitin mütləq sındırma əmsalının asılılığı hansı ifadə ilə təyin olur? Yəni hansı qrafikdir daha doğrusu? Dalga sürət də sındırma əmsalı ilə tərsdir, yəni V bərabərdir. C bölünsün N'dir. C burada işığın vakuumdakı sürətidir. V N'dən tərsdir. Ən kiçik sındırma əmsalı olan mühit də nədir? Havadır. Baxın orada olur. D variantı. 34 nömrəli testdə, belə paralelində 37 nömrəli testdə baxaq əvvəlcə. Deməli, yenə bizə prizma verilib. Ağ işıq şüasının şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüaların dördü göstərilmişdir. Hansı şüanın şüşədə yayılma sürəti ən kiçikdir? Deməli, qeyd etdik ki, yuxarıdan aşağıya düşdükcə sürətin qiyməti, sürəti və dalga uzunluğunun qiyməti kiçilir. Sındırma əmsalı, tezliyi, enerjisinin qiyməti isə nə edir? Böyüyür. Burada da sürəti ən kiçik soruşulursa, deməli biz hansı nöqtəni götürürük? 4'ü. Yəni 4'ə uyğun şüanı seçirsiniz. Məsələn, 38-dədir ki, hansı şüanın şüşədə yayılma sürəti indidir ən böyükdür. Deməli, ən böyük harda olacaq? Yuxarıda sürət ən böyük olacaq. Sonra dalga uzunluğu böyük olacaq. Burada da hansı şüaya uyğun? Deməli, 1'i. Doğru cavabımız olacaq C variantı. 39 nömrəli testdə də hansı şüaya uyğun tezlik ən kiçikdir? Deməli, tezlik ən kiçik qiymətini isə yuxarıda, yəni meyl bucağı kiçik olan rəng üçün alacaq. Bu da 1 şüasıdır. Baxın, hansı şüaya uyğun tezlik ən kiçikdir? Doğru cavabımız 39'da olacaq. A variantı. Sonra 34 nömrəli testə baxaq. Deməli, işığın vakuumdakı yayılan
Vakuumda yayılan işığın dalğı uzunluğunu rəqs periodundan asılı qrafikdir. Deməli, vakuumdursa burada sürət dəyişmir. Deməli, yazaq C bərabərdir lambda bölünsün T. Burada lambdanı tapsaq, lambda bərabərdir C vurulsun T. Deməli, vakuumdakı sürəti dəyişmir. Lambda burada periodla düz mütənasibdir. Doğru cavabımız olur Y variantı. Sonra 40 nömrəli testdə hansı şüaya uyğun tezliyin qiyməti ən kiçikdir? Bunu desən elə bayaq baxdıq. Deməli, tezliyin qiyməti ən kiçiksə nədədir? 1-dədir. Doğru cavabımız olacaq 40-da A variantı. Sonra baxaq, bir dəqiqə 40-da bizdə nə soruşur? Hansı şüaya uyğun? Aha, bir dəqiqə diqqətli olaq biraz. Deməli, hansı şüaya uyğun deyir? Tezlik ən böyükdür deyir. Baxın, tezlik ən böyükdür. Ən böyük deyirsə nəyə götürəcəksiniz? 4-dür. Yenə qeyd edək, baxın, yadda saxlayaq. Deməli, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bir də bənövşəyi. Bu oxun da istiqamətinə diqqətli olun. Deməli, yuxarıda sürət və dalğı uzunluğu böyük, tezliyi, sındırma əmsalı, enerjisi kiçikdir. Sonra aşağıya doğru gəldikcə V ilə lambdanın qiyməti kiçilir. Tezliyi, sındırma əmsalı, enerjisinin qiyməti isə nədir? Böyüyür. Burada da ən böyük tezlik deyəndə nəyi seçirsiniz? Deməli, meyl bucağı ən böyük olan, yəni 4 rəqəmini seçirsiniz. Yəni 4-ə uyğun şüanı seçirsiniz. Baxaq 35 nömrəli testdə. 35 nömrəli testdə də dalğa uzunluğu, yəni vakuumda yayılan dalğa uzunluğunun rəqs tezliyinə. Vakuumda deyirsə, burada işığın sürəti dəyişmir. Burada yazırıq C bərabərdir lambda vurulsun nü düsturunu. Düsturdan lambdanı tapırsınız. Lambdanı tapanda C-ni nüyə bölürsünüz. Sürət dəyişmir vakuum üçün. Lambda nü ilə tərs mütənasibdir. Doğru cavabımız olur A variantı. Sonra 41 nömrəli test. Monoxromatik işıq. Sındırma əmsalı böyük olan mühitdən. Deməli, sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçir. Bu zaman hansı ifadələr doğrudur? Deməli, işıq mühiti dəyişir. Mühit dəyişirsə tezlik sabit qalır. Nü konstantdır. Variantda dalğa uzunluğunun adı keçir. Dalğa uzunluğu da sındırma əmsalı ilə tərsdir. Deməli, sındırma əmsalı böyükdən kiçiyə keçirsə, yəni əmsalın qiyməti kiçilir. Əmsalın qiyməti kiçiləndə dalğa uzunluğunun qiyməti artır. Çünki dalğa uzunluğu və sürət əmsalla tərs mütənasibdir. Ona görə tezlik sabit qalır, dalğa uzunluğunun qiyməti artır. Deməli, cavab olacaq bizdə nədir? 1. Doğru cavabımız 41-də olacaq. Hansı variant? B variantı. Eyni ilə 42-də də indi deyir ki, yenə sındırma əmsalı kiçik olan mühitdən, indi kiçik olan mühitdən deyir. Yəni sındırma əmsalı kiçik olan mühitdən, sındırma əmsalı böyük olan mühitə keçir. Deməli, N-in qiyməti artır. Sındırma əmsalı artır. Və bu zaman dalğa uzunluğu və tezlik soruşur. Dalğa uzunluğu azalacaq. Çünki dalğa uzunluğu əmsalına tərs mütənasibdir. Dalğa uzunluğu azalır. Tezliyin qiyməti isə nə etmir? Dəyişmir. Yəni sabit qalır. Baxın, dalğa uzunluğu azalır. Tezliyin qiyməti sabit qalır. Cavabımız olur. Hansı variant? A variantı. 36 nömrəli testdə monoxromatik işıq dalğası sındırma əmsalı böyük olan mühitdən. Yəni, sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçir. Yəni, əmsalın qiyməti kiçilir. Mühitə keçdikdə dalğa uzunluğu və sürət necə dəyişər? İstər dalğa uzunluğu olsun, istərsə də sürət olsun, hər iki kəmiyyət sındırma əmsalı ilə tərs olduğuna görə həm lambdanın, həm də V-nin qiyməti artacaq. Deməli, ikisi də artar. 36-da doğru cavabımız olacaq. D variantı. Sonra keçək növbəti səhifəmizə. Baxaq, başqa var, burada yoxdur. 43 nömrəli testdə oxşar tipli testi monoxromatik işıq dalğası optik sıxlığı böyük olan mühitdən, yəni sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçir. Mühitə keçdikdə hansı ifadələr doğrudur? Deməli, əmsalın qiyməti kiçilir. Əmsalın qiyməti kiçiləndə hansı kəmiyyətlər artacaq? Dalğa uzunluğu artacaq, sürət artacaq, tezlik, period. Bu kəmiyyətlərin qiyməti isə, bu iki kəmiyyətin qiyməti isə dəyişmir. İndi baxaq, bizdən nə soruşur? Dalğa uzunluğu artar, doğrudur. Periodun qiyməti isə dəyişməz, bu da doğrudur. Cavabımız olacaq 1, 1 də 5. C variantı. Sonra 44 nömrəli testdə də
Sındırma əmsalı kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçir. Yəni qeyd edək. Deməli kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçir. Yəni əmsalın qiyməti indi artır. Əmsalın qiyməti artanda bəs hansı kəmiyyətin qiyməti azalır? Dalğa uzunluğunun, sürətin qiyməti azalır. Tezliklə periodun qiyməti isə nə qalır? Dəyişməz qalır. Baxaq. Burada sürət verir bizə. Deməli, sürətin qiyməti azaldı. Periodun qiyməti isə nə etmir? Rəqsin periodu dəyişmir. Cavabımız olacaq 1, 4. Deməli, 44 nömrəli testdə cavabımız olacaq Y variantı. Elə paralelində 48 nömrəli testdə baxaq. 48 nömrəli testdə bizə nə soruşur? Deməli, şəffaf prizmanın üzərinə düşən ağ işıqların, deməli, ağ işıqdan ayrılan monoxromatik 1 və 2 şüalar üçün Euler-Venn diaqramı. Deməli, 1 və 2 şüaları gəlin belə götürək. Deməli, 1-ə bənövşəyi deyək, 2-yə də qırmızı deyək. İndi baxaq. Deyir, dalğa uzunluğu ən kiçikdir. Dalğa uzunluğu qeyd etdik ki, yuxarıdan aşağı düşdükcə bənövşənin dalğa uzunluğu kiçikdir, qırmızının dalğa uzunluğu isə böyükdür. Sonra, dalğa uzunluğu kiçiksə sürəti də kiçikdir, digərinin isə sürəti böyükdür. İndi baxaq. Dalğa uzunluğu ən kiçikdir. Deməli, bənövşənin. Mühitdə sürəti ən kiçikdir, o da bənövşənin. Mühitin sındırma əmsalı ən kiçikdir. Sındırma əmsalı isə yuxarıda ən kiçikdir. Yəni dalğa uzunluğu böyük olan üçün. Onda sındırma əmsalı ən kiçikdir. 3-ü bura yazırıq. Sonra tezliyi ən kiçikdir. Onda 1-ə yazırsınız. Vakuumda yayıla bilər. Deməli, hər ikisi onların vakuumda işıq sürəti ilə yayıla bilər. 3, 4, 1, 2, 1 də 5. Deməli, 48 nömrəli testdə doğru cavabımız olacaq. Baxın, 8 nömrəli testdə. Bir dəqiqə baxaq. Bura, bir dəqiqə, bura 1 üçün yazdıq biz. 1 üçün yazdıq. Biraz diqqətli olaq. Deməli, vakuumda. Vakuumda, deməli, dalğa uzunluğu kiçikdir. Bura yazdıq. Mühitdə sürəti kiçikdir. Bənövşə. Bir dəqiqə yerlərini səhv yazmışam. Baxın bura. Yəni, yenidən yazaq bunu. Çünki biri bura yazıb. Mən biri. Deməli, dalğa uzunluğu kiçikdir burada. Mühitdə sürəti kiçikdir. O da burada. 1 buradadır. Baxın, 1 buradadır. Sonra mühitdə sındırma əmsalı ən kiçikdir. 2-yə uyğundur. 3-ü bura yazırıq. Ona görə Venn diaqramında biraz diqqətli olun. Tezliyi də ən kiçikdir bura. Və hər ikisi vakuumda işıq sürəti ilə yayıla bilər. Yəni, vakuumda da yayıla bilərlər. 1, 2, 3, 4. Doğru cavabımız olacaq C variantı. Sonra baxaq 45 nömrəli testdə. 45 nömrəli testdə də ağ işığın şüşə prizmada dispersiyası zamanı alınan şüalardan ikisinin yolu göstərmiş. Yenə birinci və ikinci. Deməli, birinciyə qırmızı deyək, ikinciyə də bənövşəyi deyək. Şüaların tezlikləri və sürətləri arasında hansı münasibət doğrudur? Bilirik ki, qırmızının sürəti bənövşəyidən böyükdür. Deməli, birincinin sürəti ikincidən böyükdür. Tezliyi isə tərsinə. Deməli, ikincinin tezliyi, yəni nü2, ikincinin tezliyi birincinin tezliyindən böyükdür. Baxaq. Deməli, nü2 böyükdür nü1-dən, V1 də böyükdür V2-dən. Deməli, doğru cavabımız 45-də olacaq. Doğru cavabımız olacaq D variantı. 46 nömrəli testdə eyni testdir. İndi burada yenə tezliklər. Deməli, 1-ə qırmızı deyək, 2-yə nə deyək? 2-yə bənövşəyi deyək. Nəyi müqayisə etməliyik? Dalğa uzunluğunu və sındırma əmsalını. Deməli, 1-in dalğa uzunluğu böyükdür. Yəni, qırmızının dalğa uzunluğu, yəni bənövşənin dalğa uzunluğundan böyükdür. Qırmızının 1 rəqəmi ilə işarə edilib, bənövşə isə 2 rəqəmi ilə. Sındırma əmsalı isə tərsinə. 2-nin sındırma əmsalı 1-in sındırma əmsalından böyükdür. Çünki sındırma əmsalı dalğa uzunluğu ilə tərsdir. Baxaq, deməli 1 böyükdür 2-dən. Doğru cavabımız olacaq 46-da. Doğru cavabımız olacaq Y variantı. Sonra gəlir 47 nömrəli testdə. 47 nömrəli testdə Venn diaqramıdır. Venn diaqramında bizə nə verir? Deməli, şəffaf prizma üzərinə düşən ağ işıqdan alınan monoxromatik 1 və 2 şüaları. Deməli, 1-ə qırmızı deyək, 2-yə bənövşəyi deyək. Dalğa uzunluğu daha böyükdür. Dalğa uzunluğu böyükdürsə, qırmızının dalğa uzunluğu böyükdür. Burada fikir verin, 1 burada. Sonra mühitdə sürəti böyükdür, 2. Mühitdə sındırma əmsalı böyükdür. Mühitdə sındırma əmsalı böyük olan bənövşəyinindir.
Tezliyi böyükdür. Burada hər ikisi vakuumda yayıla bilər. 5-i də ortaya yazırıq. Deməli, gəlin kənara yazaq. Deməli, 1, 2, 2 oldu, 3, 4. Oxşarlıq da nədir? 5. Baxaq görək bu hansı variantdadır? Çünki digər bu tərəfdədir. Baxaq. Deməli, 1, 2, 3, 4, 5. Deməli, doğru cavabımız 47-də olacaq. Hansı variant? Doğru cavabımız 47-də olacaq. A variantı. 48-ə baxdıq. Növbəti nədir? Növbəti açar sözlərdir. Açar sözlərə diqqətli olun. Deməli, açar sözlərdən ardıcıllıqla istifadə etməklə mətni tamamlamalıyıq. Baxaq. Deməli, bizə nə verib? Qırmızı, bənövşə, ağ işıq. Deməli, şəffaf üçbucaqlı prizmanın yan səthinə düşərək 7 rəngə ayrılır. Deməli, nə olacaq? Ağ işıq. Deməli, 3 ilə başlayacaq. 3 ilə başlayan B var, D var, bir də nə var? Y var. Deməli, A da getdi, C də getdi. Sonra bunlardan ən böyük dalğa uzunluğuna, amma ən böyük dalğa uzunluğu qırmızıdadır. Deməli, 1 ilə başlayacaq. Deməli, 1 B-yə baxacaq. Deməli, D variantı da getdi, 2 variantda qaldı. Ən kiçik dalğa uzunluğu isə nədədir? Bənövşəydədir. Deməli, 2. Baxın, artıq bura qədər eynidir. İndi digər halda isə təyin olunacaq. Bu rənglər üçün prizmanı sındırma əmsalı. Prizmanı sındırma əmsalı ən böyük bənövşəydədir. 2. Sındırma əmsalı ən kiçik olan isə nədədir? Sındırma əmsalı ən kiçik olan qırmızıdadır. Doğru cavabımız deməli 49-da oldu. Hansı variant? Y variantı. Digəri də oxşar. Testi açarsınız, ona baxmırıq. Keçən növbəti səhifəmizə. Növbəti səhifədə də monoxromatik işıq vakuumda dalğa uzunluğu lambda 0, tezliyi isə 0-dır. Vakuumdan sındırma əmsalı 2 olan mühitə keçdikdə. Yenə yadımıza sal. Deməli, işıq dalğadır və işıq mühiti dəyişir. Yazaq bura ki, mühit dəyişir. Mühit dəyişir. Mühit dəyişəndə tezlik dəyişmir və vakuumdan mühitə keçir. Ən böyük dalğa uzunluğu vakuumdadır. Deməli, tezlik dəyişməyəcək, nösü qalacaq konstant. Dalğa uzunluğu isə 2 dəfə azalacaq. Birinci dalğa uzunluğunu soruşur, ikinci tezliyi soruşur. Dalğa uzunluğu 2 dəfə azalacaq, tezlik isə 0 qalacaq. Baxın, lambda 0 bölü 2 doğru cavabımız olur B variantı. Elə paralelində 57 nömrəli testə baxaq. Deməli, işıq şüası havadan suya keçir. Deməli, demişdik ki, işıq bir mühitdən digər mühitə keçəndə istiqamətini dəyişə də bilər, dəyişməyə də bilər. İndi burada istiqamət dəyişmir. Niyə görə uşaqlar? İşıq mühitə perpendikulyar düşür. İşıq mühitə perpendikulyar düşəndə sınma baş vermir. Amma havadan suya keçəndə işığın sürəti və dalğa uzunluğu azalır. Birinci götürürük. Yayılma istiqaməti dəyişmir. Sürəti də nə olacaq? Azalacaq. Çünki ən böyük sürəti havadadır. Sonra 58 nömrəli test. İşıq vakuumdan sındırma əmsalı 1,8 olan, 1,6 olan şüşəyə keçdik. Deməli, işıq vakuumdan sındırma əmsalı 1,6 mühitə keçəndə dalğa uzunluğu azalır. Deməli, 2. Ümumiyyətlə, vakuumla mühitə keçəndə dalğa uzunluğu azalır. Burada da sındırma əmsalının 1,6 verdiyinə görə deyirik 1,6 dəfə azalır. Tezliyi dəyişmir. Çünki dedik ki, mühitdən mühitə keçəndə tezlik dəyişmir. Sürəti də 1,6 dəfə azalacaq. Deməli, cavabımız olacaq 2, 3, bir də nə olacaq? 4. Cavabımız oldu 2, 3, 4. Sonra eyni ilə 59 nömrəli testdə. İşıq sındırma əmsalı indi deyir 1,6 olan mühitdən indi vakuuma keçir. Yadda saxlayırsınız. Deməli, mühitdən vakuuma keçəndə sürəti və dalğa uzunluğunun qiyməti artacaq. Tezliyin qiyməti isə nə qalacaq? Sabit qalacaq. İndi neçə dəfə artacaq? Hər ikisi 1,6 dəfə. Deməli, dalğa uzunluğu da 1,6 dəfə artır. Sonra tezliyi dəyişmir. Sürəti də 1,6 dəfə artır. Deməli, doğru cavabımız oldu 1, 3, bir də 6. Deməli, 59 nömrəli testdə cavabımız oldu 1, 3, 6. Baxaq 52 nömrəli testdə. 52 nömrəli testdə işıq bir mühitdən, deməli, 3 dənə mühit verilib. Burada verilib ki, birinci mühitin sındırma əmsalı ikinci və üçüncü mühitdə böyük olub, 2 və 3 də biri-birinə bərabərdir. İndi deyir ki, birinci mühitdən 2-yə keçdi. Deməli, sındırma əmsalı kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçdikdə sınav şüa perpendikulyardan uzaqlaşır. İndi ikinci mühitdən 3-ə keçir.
Və burada da qeyd edib ki, ikinci mühitlə üçüncü mühitin sındırma əmsalı eynisə, deməli eyni mühitə keçir. Eyni mühitə keçəndə sınma baş vermir. O istiqamətin dəyişməyəcək. Deməli cavab olacaq burada nədir? 3. Doğru cavabımız olacaq C variantı. Sonra 53 nömrəli testə baxaq. Deməli sarı işıq vakuumdan, baxın, sarı işıq vakuumdan 0 mayeyə keçdikdə onun dalğa uzunluğu 0,2 mikrometr dəyişdiyi mayenin mütləq sındırma əmsalına deməli vakuumdan mühitə keçirsə dalğa uzunluğu azalır. Bu isə o deməkdir ki, mayedəki dalğa uzunluğu vakuumdakı dalğa uzunluğundan artıq nə qədər azalıb? 0,2 mikrometr azalıb. Və deyir ki, mütləq sındırma əmsalı vakuumdakı dalğa uzunluğunun mühitdəki dalğa uzunluğuna olan nisbətidir. Buradan da n bərabərdir. Vakuumdakı dalğa uzunluğunu, yəni lambda sıfırı. Baxın, lambda sıfırı bizə verib 0,6. Buradan da lambda mühitə, lambda 0, lambda V0 çıxılsın 0,2. Kənarda da tapa bilərik. Yəni lambda mühitdəki sürəti. 0,6-dan 0,2-ni bunun yerinə 0,6-dan 0,2 çıxanda nə qalır? 0,4. Onda buraya yazırıq 0,4. 6 bölünsün 4 alırıq neçə? 1,5. Deməli 53 nömrəli testdə doğru cavabımız olacaq Y variantı. Sonra 54 nömrəli testdə də 3 dənə mühit verib. Hər 3 mühitə keçdikdə işıq şüası birində perpendikulyara yaxınlaşıb, digərində uzaqlaşıb. Əvvəlcə baxaq. Deməli birinci mühitdən ikinci mühitə keçir. Deməli bu zaman işıq şüası sınan şüa perpendikulyara yaxınlaşıb. Sınan şüa perpendikulyara yaxınlaşıbsa, bu deməkdir ki, dalğa uzunluğunun qiyməti kiçilib. Deməli birinci mühitdəki dalğa uzunluğunu, yəni lambda 1 böyükdür nədən? Lambda 1 böyükdür lambda 2-dən. Sonra isə üçüncü mühitdə isə perpendikulyardan uzaqlaşıb, hətta əvvəlki istiqamətə nəzərən də yerini dəyişib, paralel qalmayıb ona. Bu isə deməkdir ki, ən böyük dalğa uzunluğu artıq üçüncü mühitdədir. Onda lambda 3 böyükdür lambda 1-dən, o da böyükdür lambda 2-dən. Digər variantda nə cür işləyə bilərsiniz? Məsələn, bu testi. Məsələn, baxın, burada bir bucaq var, bir bucaq burada var, bir bucaq. Baxırıq, ən böyük bucaq hansı mühitdə oldu? Üçüncü mühitdə. Deməli, dalğa uzunluğu, sonra sürət, onlar bucaqlarla düz mütənasibdir. Alfa, beta, belə qamma yazar, bir bölünsün nə yazırıq? Əmsalla tərsdir. Deməli, ən böyük bucağı biz üçüncü mühitdə görürüksə, həmin mühit üçün dalğa uzunluğunun qiyməti daha böyükdür. Deməli, 54-də cavabımız olacaq B variantı. Baxaq 55 nömrəli testdə. 55 nömrəli testdə də tezliyi 6 vurulsun 10 üstü 14 olan hertz olan yaşıl işıq şüası vakuumdan sındırma əmsalı 2,5 olan mühitə keçdikdə dalğa uzunluğu deyir necə dəyişir? Artıb yoxsa azalıb? Aydındır ki, azalacaq. Çünki vakuumdan mühitə keçir. Bəs nə qədər azalacaq? Onu tapmalı. Əvvəlcə işığın vakuumdakı dalğa uzunluğunu tapaq. Yəni yazaq C bərabərdir. Lambda 0 vurulsun. Buradan vakuumdakı dalğa uzunluğunu tapaq. Lambda 0 bərabərdir C bölünür. Yəni 3 vurulsun 10 üstü 8-i. 6 vurulsun 10 üstü 14'e bölürük. 10 üstü 14'e böləndə deməli 0,5 vurulsun 10 üstü alırıq -6 metr. O da nanometre keçəcəksiniz. Nano 10 üstü -9 olduğuna görə alırıq 500 nanometr. İndi mühitə keçəndə dalğa uzunluğu azalır. Dalğa uzunluğu yəni lambda 0 bölünsün n qədər azalır. 500'ü bölürsüz neçəyə? 500'ü bölürük 2,5'e. 500'ü 2,5'e böləndə buradan vergülü silsə bura 1000, 50'ni bölsə 25'e 2, onda biz nə aldıq? Deməli lambda bərabərdir 200 nanometr. Baxın 200 nanometr. Vakuumdakı neçə idi? Vakuumdakı 500 nanometr idi. Deməli əvvəlcə 500 idi, sonra 200 olub. Nə qədər azalıb? Bilirsiniz ki 300 nanometr azalıb. Deməli 55'də olacaq B variantı. 56 nömrəli testdə bundan əvvəl 57'yə baxdıq. Yuxarıda paralelinə baxdıq biz. Deməli işıq şüası indi sudan havaya keçir. Qeyd etdik ki işıq şüası iki mühit sərhəddinə perpendikulyar düşəndə bu zaman sınma baş vermir. O istiqamətini düşdüyü kimi də davam etdirir.
Amma sudan havaya keçəndə işığın sürəti də artacaq. Eyni ilə dalğa uzunluğu da artacaq. Tezliyi ilə periodu isə nə etmir? Dəyişmir. Bir də istiqamət dəyişmir. Baxın, istiqamət dəyişmir. Sürəti artır. Cavabımız olacaq 1, 1 də 3. Sonra baxaq hansı nömrə? 60 nömrəli testdə digərlərinə baxmışdıq biz. 60 nömrəli testdə monoxromatik işığın bir cism mühitdə düşmə bucağı, yəni birinci mühitdə düşmə bucağı alfa, ikinci mühitdə isə sınma bucağı qammadır. Alfa qammadan böyükdür. Baxın, belə bir şəkil çəkək. Deməli, iki mühit sərhəddini çəkdik. Mühit sərhəddinə perpendikulyar qaldırdıq. Deməli, işıq şüası bura yazaq birinci mühit, bura yazaq ikinci mühit. İşıq şüası birinci mühitə düşdü. Baxın, birinci mühitə düşdü. Və bu zaman sınma baş verdi. Deməli, alfa bucağı, sınma bucağı kiçikdir. Əgər ikinci mühit olmasaydı, şüa nə cür getməlidir? Şüa düz getməlidir. Baxın, belə getməlidir. Şüa belə düz getməlidir. Şüa istiqamətini dəyişir. Bura alfa yazırıq, bura nə yazırıq? Burada gamma yazırıq. Deməli, şüa istiqamətini dəyişib perpendikulyara yaxınlaşırsa, bu deməkdir ki, düşdüyü mühitin sındırma əmsalı böyüdür. Yəni, birinci mühitin sındırma əmsalı ikinci mühitin sındırma əmsalından kiçikdir. Yəni, N2 böyükdür. Elə təsəvvür edin ki, havadan, baxın, havadan hara keçib? Havadan suya düşüb. Dalğa uzunluğu isə tərsi. Bucaq böyük olan mühitdə, baxın, dalğa uzunluğu böyükdür. Lambda 1 böyükdür, lambda 2-dən. Eyni ilə sürətlə V1 böyükdür nədən? V2-dən. Doğru cevabımız olacaq. Lambda 1 böyükdür, lambda 2, V1 də böyükdür, V2-dən. Cavab olacaq 2, 1 də 3. 61 nömrəli testdə. Deməli, iki şəffaf mühit yağı ilə monoxromatik işıq şüasının istiqaməti göstərilmişdə hansı ifadələr doğrudur? Gəlin baxaq. Birinci mühit, ikinci mühit. Birinci mühitdə düşmə bucağı alfadır. Sınma bucağı nə olub? Gamma. Deməli, bucaq kiçilib. Bucaq kiçikdirsə, deməli, ikinci mühitin sındırma əmsalı birinci mühitin sındırma əmsalından böyüdür. 2 birdən böyükdür. Dalğa uzunluğu ilə sürət isə tərsdir. Tezliklər bərabərdir. Çünki bir mühitdən digər mühitə keçəndə dedik tezlik dəyişmir. Deməli, 2, 3. Dalğa uzunluğu isə bucaq böyük olan mühitdə. Yəni, sındırma əmsalı kiçik olan mühitdə dalğa uzunluğu böyükdür. Lambda 1 də böyükdür, lambda 2-dən. Cavabımız olacaq 2, 3, 1 də 5. Növbəti səhifəmizə baxaq. Növbəti səhifədə də oxşar tipli testdir. İndi işıq şüası. Birinci mühitdə işıq şüasının düşmə bucağı alfadır. Burada sınma bucağı isə nədir? Gammadır. İndi sınan şüa perpendikulyardan uzaqlaşıb. Yəni, alfa kiçikdir, gammada. Deməli, əgər sınan şüa perpendikulyardan uzaqlaşıbsa, yəni sınma bucağı böyüyüb, sınma bucağı düşmə bucağından böyükdür. Bu isə o deməkdir ki, İndi birinci mühitin sındırma əmsalı ikinci mühitin sındırma əmsalından böyüdür. Yəni, təsəvvür edin ki, işıq şüası indi sudan hara keçib? Sudan havaya keçib. Yəni, sındırma əmsalı, daha doğrusu, sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçib. Deməli, N1 böyükdür N2-dən. 1 doğrudur. Sonra tezlik dəyişmir. Çünki bir mühitdən digər mühitə keçəndə tezliyi dəyişmir. Sürət isə tərsinə. Deməli, bucaq böyüyübsə, sürətin qiyməti böyüyür. V2 böyükdür, V1-dən. Doğru cavabımız olacaq 1, 3, 1 də 6. Deməli, 62 nömrəli testdə cavabımız oldu 1, 3, 6. Sonra 63 nömrəli testdə baxaq. İşıq şəffaf, deməli, işıq şüası iki mühitin sərhəddinə düşür. İşığın dalğa uzunluğu birinci mühitdə. Deməli, birinci mühitdə dalğa uzunluğu lambda 1. 3,2 vurulsun. 10 üstü -7 metr verilib. İkinci mühitdə dalğa uzunluğu 8 vurulsun. 10 üstü -7 verilib. İkinci mühitin birinci mühitə nəzərən sındırma əmsalı. Deməli, N2-nin N1-ə nəzərən sındırma əmsalı. Sındırma əmsalı dalğa uzunluğu tərs olduğuna görə lambda 1 böyükdür. Nə yazırıq? Lambda 2. Deməli, 3,2-ni nəyə böləcəksiniz? 8-ə. 3,2 bölünsün nə yazırıq? 8. 3,2-ni 8-ə böləndə neçə alacaq? Alırıq 0,4. Nisbəti tapdıq 0,4. Baxaq 64 nömrəli testdə. Deməli, mayedə vakuma keçən işığın dalğa uzunluğu mayədən vakuma keçir.
Mayedən vakuuma keçəndə dalğa uzunluğu artıb. Deməli, vakuumdakı dalğa uzunluğu mayedəki dalğa uzunluğundan nə qədər çoxdur? 125 nanometr çoxdur. Onun mayedəki dalğa uzunluğunu tapmaq tələb olunur. Lambda maye bərabər nəyə? Suala. Mayedəki sürətini nə verib? İndi bunun üçün nə edirik? Biz nə yazırıq? Deməli, mayedəki dalğa uzunluğu bərabərdir. Mayedəki dalğa uzunluğu bərabərdir. Mühitdəki dalğa uzunluğunu, yəni vakuumdakı dalğa uzunluğuna sındırma əmsalına olan nisbəti, yəni lambda sıfırı. Burada da nə edirik? Deməli, lambda sıfır, lambda vakuum bərabərdir. Lambda maye vurusunda yazırıq n. Buradan qiyməti yazaq. Lambda vakuumdakı dalğa uzunluğu mühitdəkindən nə qədər çoxdur? 125 çoxdur. Buraya yazaq. Deməli, lambda maye üstə gəl 125. Buraya yazırıq 125. Buraya yazaq 125. Buraya yazaq lambda maye. Sındırma əmsalı da 1,2'dir. Buradan indi yazaq 125 bərabərdir. Məchulları bir tərəfə yığaq. Bunu bu tərəfə keçirək. Digər tərəfə keçəndə mənfi ilə keçəcək. Lambda maye çıxılsın lambda maye. Buradan da biz nə alırıq? 0,2 lambda maye bərabərdir 125'e. Buradan lambda mayeni tapaq. Yəni mühitdəki sürətini tapaq. Mayedəki sürətini tapaq. 125'i nəyə böləcəksiniz? 0,2'ye bölürük uşaqlar. Surəti məxrəci bir 10'a vururuq. 1250'ni 2'ye bölsək, deməli onun mayedəki sürətini alacaqsınız. 625 nanometr. Deməli, bu da bizim cavabımız. Çünki açıq sualdır. Sonra 66 nömrəli test. Yəni, sonuncu testimizdir bu bizim. 66 nömrəli testdə mühitin sındırma əmsallarının N1 və N2 ilə dalğanın sürətinin və dalğa uzunluqları arasında uyğunluğu müəyyənləşdirmə. Deməli, 1. Birdə nə verir? Deməli, birinci mühitin sındırma əmsalının ikinciyə nisbəti bərabərdir. 2 bölünsün, burada 3'dür. Buradan ən rahatı. Deməli, 1'in sındırma əmsalına 2 götürək, 2'nin sındırma əmsalına da 3 deyirsiniz. Sındırma əmsalı kiçik olanın dalğa uzunluğu böyükdür. Deməli, bu o deməkdir ki, birinci mühitdəki dalğa uzunluğu ikincidən böyükdür. Yəni, lambda 1 böyükdür lambda 2'dən. Eyni ilə sürətdə. V1 böyükdür nədən? V2'dən. Yəni, kənara qeyd edək ki, lambda bərabərdir. Lambda 0 bölünsün n. Bu vakuumdakı dalğa uzunluğu. İndi lambda n ilə nədir? Tərsdir. Eyni ilə v də bərabərdir. C bölü n. V də n ilə nədir? Burada C vakuumdakı sürətidir. V də n ilə tərsdir. Sonra, deməli, 1'ə nə getdi? A, B. Deməli, birinciyə yazacaqsınız. Birinciyə yazırıq A, B. Keçək ikinciyə. İkincidə N1 bölünsün N2 bərabərdir. 3 bölünsün nə yazırsınız? 2. Deməli, 3'ün qiyməti 2. Deməli, 1'ə indi 3 verib, indi 2'ni. İkinci mühit kiçikdir. İndi isə tərsinə. Bu isə o deməkdir ki, ikinci mühitin dalğa uzunluğu birinci mühitin dalğa uzunluğundan böyükdür. Sonra ikinci mühitin sürəti birinci mühitin sürətindən böyükdür. Lambda 2, lambda 2 böyükdür lambda 1'dən. Deməli, C, bir dənə yazırıq D. Üçüncüdə isə sındırma əmsallarının nisbəti 1'ə bərabərdirsə, bu deməkdir ki, dalğa uzunluqları sürət, yəni eyni mühitdirsə, dalğa uzunluğu və sürətlər də bərabərdir. Deməli, 1'ə götürürük AB, 2'yə CD, 3'ə də Y. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Deməli, bugün biz sizinlə baxdıq. İşığın dalğa təbiətli olduğunu təsdiq edən hadisələrdən biri işığın dispersiya hadisəsinin testləri ilə. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olmağı unutmayaq, paylaşaq ki, hamı testlərimizdən istifadə edə bilsin. Sağ olun.